Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Rasulina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. İslamın Fəziləti Risaləsində Şeyx buyurduq ki, Şeyxülislam Muhammed ibn Abdülvahhab Bismillah ilə başlayır və buyurur ki, Bismillahirrahmanirrahim və bihi nəstə'in Bəbu fadlil İslam. Və Şeyx İslamın Fəziləti Risaləsini elə birinci İslamın Fəziləti babı ilə başlayır. Və 3 dənə ayə gətirir və buyurur ki, və qavlullahi Teala اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي ورضيت لكم الإسلام دينا وقوله تعالى قل يا أيها الناس إن كنتم في شك من ديني فلا أعبد الذين تعبدون من دون الله ولكن أعبد الله الذي يتوفاكم الآية وقوله تعالى يا أيها الذين آمنوا اتقوا الله وآمنوا برسوله يؤتكم كفلين من رحمته ويجعل لكم نورا تمشون به ويغفر لكم والله غفور رحيم. Bu surələrdə, bu ayələr Maidə surəsi 3-cü ayə, Yunus surəsi 104 və Hədid surəsi 28-ci ayələrdir. Və bu ayələrin bu babla olan bağlılığı, ümumən bu risalə ilə olan bağlılığı ondan ibarətdir ki, birinci olaraq Maidə surəsi 3-cü ayəni qeyd edək. Onu keçən dərsimizdə qısaca olaraq dedik ki, "Əl-yevmə əkməltu lekum dinakum." Burada, yəni sizin üçün dininizi kamil etdim. Bu gün sizin üçün dininizi kamil etdim. Deyildikdə İslamın şüarları və fərzlərinin kamilliyindən danışırdı. Bu gün deməsi isə Uca Allahın dedik ki, o gün cümə günü həcc vaxtı Arafada Peyğəmbər sallallahu əleyhi və səlləmin xutbə verdiyi vaxtda nazil olması idi bu ayə. Yəni o gün məhz din kamil oldu və orada da qəsd olunan dinin fərzlərinin və İslamın şüarlarının kamilləşməsi idi. Sizin üçün dedikdə isə, yəni Muhammed sallallahu əleyhi və səlləmin ümməti və etmemtu aleykum ni'meti dedikdə isə sizin üçün siz olan nemətimi tamamladım. Yəni dünyəvi və dini nemətlər artıq tamamlandı və ayənin 3-cü hissəsi isə "Varaditu lekumul İslamə dinə" dedikdə isə sizin üçün İslam dinini seçib razı qaldım. Və razı qalmaq da Uca Allahın İslam dinindən razı qalması onu dəlalət eləyir ki, həmçinin də o dini, o İslamı özlərinə din seçənlərdən də həmçinin Allah razı qalacaq və o dində də doğru yolda olanlardan da Uca Allah daima razı qalacaqdır. Buna da dəlil "İnnallaha ma'allezine ittaqav vellezine hum muhsinun." Uca Allah ondan qorxan və yaxşı əməllər edənlərlə birlikdədir. Təbii ki, Allahdan qorxmaq, Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinməkdir. Bu da məhz İslamı yaşamaqla olur və belə etdikdə də qul Uca Allah ondan razı qalır. Və burada qeyd olunan "Varaditu lekum" sizin üçün, yəni Muhammed sallallahu əleyhi və səlləmin ümməti "Əl-İslamə" dedikdə isə İslam sözü isə necə dedik, 2 növdür: ümumi İslam, xüsusi İslam. Ümumi İslam bütün peyğəmbərlərə gələndir. Xüsusi İslam isə xas olaraq Muhammed sallallahu əleyhi və səlləmə və bu ümmətə gələndir. Necə ki, Uca Allah buyurur: "Raditu lekumul İslamə dinə", yəni sizin üçün İslam dinini din olaraq seçib razı qaldım. Din sözü isə insanın qəlbi ilə və əməlləri ilə ona bağlanıb, onda olan şeyləri adət edərək etməsinə deyilir. Yəni bunu həyat tərzinə çevirməsinə din deyilir. İkinci ayədə isə "Qul ya eyyuhan-nas in kuntum fi şekkin min dini." Bəs burada Peyğəmbər sallallahu əleyhi və səlləmə Uca Allah buyurur ki, "Qul ya eyyuhan-nas" de ey Muhammed, yəni sallallahu əleyhi və səlləm, ey insanlar, yəni insanlara de ki, ey insanlar, in kuntum fi şekkin min dini, əgər mənim dinim barədə şəkdəsinizsə, şübhədəsinizsə, fələ a'budullezine ta'budun min dunillah. Mən sizin Allahdan qeyri ibadət etdiklərinizə ibadət edən deyiləm. Yəni siz Allahdan qeyrinə ibadət edirsinizsə, mən ona ibadət edən deyiləm. وَلَكِنْ أَعْبُدُ اللّٰهَ الَّذِي يَتَوَفَّاكُمْ. Lakin mən sizin canınızı alacaq, yəni sizi öldürməyə qadir olan Allaha ibadət edirəm. Bu ayənin bu risalə ilə, bu bab ilə olan əlaqəsi ondan ibarətdir ki, Şeyx buyurur ki, Şeyx Salih Əli Şeyx, yəni şərh edən buyurur ki, burada müşriklərə xitab var və onlara deyir ki, əgər mənim dinimdə şəkk edirsinizsə, yəni mənim dinim doğru deyil, şübhə içindədir, siz daha layiqsiniz şübhə edilməyə. Siz daha haqlısınız şübhədə olmağa ki, siz öz əllərinizlə düzəltdiyiniz bütlərə ibadət edirsiniz, hansı ki onlar nə eşitmir, nə görmürlər, nə ölüləri diriltməyə qadir deyirlər, nə ruzi vermirlər və nə onlar fayda, nə də bir zərər verə bilmirlər. Halbuki mənim Rəbbim bunların hər birinə qadirdir. Sizin dininizin, sizin bütlərinizin şübhədə olmasına daha layiqlər nəinki mənim dinim. Bu ayənin də Risalə ilə bağlılığı ondan ibarətdir ki, İslamın fəzilətini göstərir. Yəni İslam dinində heç bir şək, şübhə yox. 3-cü ayədə isə "Ya eyyuhellezine amanu ittaqullaha və aminu bi rasulihi." Ey iman gətirənlər, Allahdan qorxun və Rasuluna iman gətirin. "Yu'tikum kifleyn min rahmetihi və yec'al lakum nuran tamshuna bihi və yaghfir lakum vallahu ghafurur rahim." Belə olduqda Allah sizə öz rəhmətindən
öz rəhmətindən 2 qat pay verər. Onun işığında gedə biləcəyiniz bir nur verər və sizin günahlarınızı bağışlayar. Allah bağışlayan rəhimlidir, Furdur rahimdir. Bu ayədə də ya eyyuhellezine amenu xitab iman gətirənlərədir. Yəni ey iman gətirənlər. Yəni bu ayədə 3 dənə şərt var. 3 şərtin qarşılığında da Uca Allah bizə 3 dənə fəzilət verəcəyini buyurur. Və bu da İslamın fəziləti ilə bağlı olan ayədir. Şərtlər budur ki, birincisi İslamı yerinə yetirmək. Yəni ya eyyuhellezine amenu, yəni iman gətirmək. İkincisi Allah buyurur ki, ittaqullaha, Allahdan qorxun, təqva sifəti. Üçüncüsü isə və aminu bi rasulihi, və rasuluna iman gətirin. Yəni iman gətirmək, Allahdan qorxmaq. Allahdan qorxmaq nəyə əhatə edir? Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinmək. Rasuluna da iman gətirmək nəyi əhatə edir? Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə tabe olmaq, bidətlərdən uzaq durmaq. Yəni bu 3 şeyi iman gətirmək, yəni imanın bildiyimiz 6 şərti, Allahdan qorxmaq ikinci şərt və Peyğəmbər sallallahu əleyhi və səlləmə iman gətirmək. Bu 3 şərt tamamlandıqda Allah sizə öz rəhmətindən 2 qat verər. Burada 2 qat verər nə deməkdir? Yəni 2 qat pay verər. Pay mənasındadır burada. Yəni öz rəhmətindən 2 qat pay verər. Yəni dünyada və axirətdə. Dünya və axirətdə səadətdə olarsınız. Və sizin üçün işığı ilə gedəcəyiniz bir nur verər. O da ki, elm nurudur. Elmdən olan yəqinlik və bəsirət nurudur. Yəni elm öyrənmək nuru deyil. Çünki Şeyx Salih Əli Şeyx deyir ki, biz görürük ki, bəzi insanlar var, onlar heç elm də almırlar. Sadəcə olaraq əhl-i-sünnə və cəmaədən olduqlarına görə Uca Allah onlara elm əhlində olan nurdan, yəni yəqin və bəsirətdən verib. Və deyir, baxarsan ki, Şeyx sözünə davam edir, Şeyx Salih Əli Şeyx, yəni kitabı şərh edən sözünə davam edir ki, və onları baxarsan ki, o insanları nə elm almayıblar, nə bir elmi təhsilləri yoxdur. Amma bir çox məsələlərdə əqidə, tövhid və mənhəc məsələlərin bir çoxsunda haqqa isabət ediblər. Onlarda olan bəsirətə, yəqinliyə görə. Və bu da onlara ona görə verilib ki, Uca Allah tərəfindən onlar Allaha iman gətiriblər. Allahdan qorxub Peyğəmbər sallallahu əleyhi və səlləm iman gətiriblər. Yəni ayənin əvvəlindəki 3 şərti tamamladıqlarına görə və həmçinin də onlar alimlərlə birlikdə və ya salihlərlə birlikdə olublar. Və ayənin ikinci fəziləti, yəni birinci fəzilət odur ki, Allah 2 qat pay verər, yəni dünya və axirətdə. İkinci fəziləti odur ki, yəni İslam əhlinin fəzilətindən Uca Allahın nur verməsidir. Üçüncü fəzilət isə odur günahların bağışlanması. Yəni belə olduqda qul günahların bağışlanmasına nail olar. Çünki davamında buyurur ki, və yəğfir ləkum, Allahu ğafurun rahim. Allah günahlarınızı bağışlayar, günahlarınızı bağışlayar. Allah bağışlayan rəhimlidir. Və bu 3 ayəni qısaca götürsək, İslamın fəziləti ilə bağlılığı ondan ibarətdir ki, 1-ci Maidə surəsindəki ayədə Uca Allah bizim üçün dini kamil edib, yəni İslam dininin kamilliyi, nemətin tamamlanması və o dini məhz Allahın seçməsidir. 2-ci ayədə Yunus surəsi 104-cü ayədə bu dində heç bir şəkkin şübhənin olmaması, müşriklərin dinlərinin isə şəkk şübhə içində olmasından əhatə edir. Üçüncüsü isə İslam əhlinin 3 qat, yəni 3 dənə Uca Allah fəzilət vermişdir bu ayədə. Öz rəhmətindən 2 qat pay verməsi, işığı ilə gedəcəkləri nur verməsi və günahlarının bağışlanmasına əhatə edir. Və bu da 3 ayədə olan fəzilətlər, faydalar İslam dininin fəziləti ilə bağlıdır. Və şeyx sonra isə hədislə davam edir. Şeyx Muhammed ibn Abdülvahhab, Şeyxülislam rahimehullah buyurur ki, İbn Ömər radiyallahu anhuma Peyğəmbər sallallahu əleyhi və səlləmin belə dediyini buyurdu. Sizinlə 2 kitab əhlinin misalı, yəni 2 kitab əhli də Yəhudi və Nəsranilərin misalı bir kişinin özünə işlətmək üçün bir işçi götürməsinin misalı kimidir. Burada işlətmək üçün işçi götürmək misalı kimidir deməsi, oradakı bir kişi peyğəmbərdir. Yəni peyğəmbərlə ümmətinin misalı kimidir. Peyğəmbər sallallahu əleyhi və səlləm sözünə davam edərək buyurur ki, həmin o kişi deyər ki, kim mənim üçün səhərdən gün ortaya qədər işləyərsə, ona bir qirat. Qirat da ölçü vahididir. Müxtəlif vaxtlara görə müxtəlif ona ibarələr veriblər. Hər bir halda o nəyinsə bir ölçülməsi üçün istəyir çəki ilə, istəyir santimetr və ya metrlə deyilən bir ibarədir. Və qirat da burada bir ölçü deyilməsinə görədir. Məsələn, bəzi vaxtlarda dinarın və ya dirhəmin 6-da 1-nə deyilir. Yəni, orada sadəcə olaraq bir ibarə kimi işlənilir. Və həmin kişi deyir ki, hədisdə, deyir ki, kim mənim üçün səhərdən gün ortaya qədər işləyirsə, ona bir qirat var və bununla yəhudilər deyir əməl et. Sonra o kişi sözünə davam edər, deyər ki, kim də gün ortadan əsr vaxtına qədər işləyərsə, ona bir qirat var və bununla deyir nəsranilər əməl etdi. Sonra isə dedi ki, həmin o kişi, kim mənim üçün əsr vaxtından gün batana qədər işləyərsə, ona 2 qirat var. Və Peyğəmbər sallallahu əleyhi və səlləm hədisin misalını çəkəndən sonra deyir ki, məhz siz bunlarsınız, yəni sonuncular. Və bununla Yəhudi və Nəsranilər qəzəbləndi. Dedilər ki, nə üçün biz çox əməl edib az əcr qazandıq? Və onlara deyildi ki, məgər sizin haqqınızdan nəsə naqisləşdirildimi?
Onlar da dedi, xeyr. Və Uca Allah buyurdu ki, bu mənim fəzilətimdir, istədiyimə verərəm. Və burada da bu hədisdə də İslamın fəziləti göstərilir. Qısaca hədisi Salih Əli Şeyx belə şərh edib ki, yəni səhər tezdən günortaya qədər çox əməl edib az əcr qazandılar. Yahudilərdir. Günortadan əsrə qədər əməl edənlər nəsranilərdir. Onlar da az əcr qazandı. Əsr vaxtından isə gün batana qədər vaxt az olur və əcri 2 qat qazananlar isə müsəlmanlardır. Bu da İslamın fəzilətini göstərir. Yəni İslam əhlinin əcri 2 qat verilir. Bu hədis də səhihdir. Səhih Buxaridə gəlmişdir və burada da İslamın fəziləti ilə bağlılığı buyurduq ki, Uca Allahın Yəhudi və Nəsranilərdən, yəni kitab əhlindən müsəlmanların payını daha çox verməsidir. Və bu qədər. Sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və sahbihi əcməin.